Salam, hər vaxtınız xeyir dostlar. Hər birinizi xoş gördük yeni videoda. Keçdiyimiz günlərdə Bayraktar Akıncı pilotçu uçuş aparatı Murad AES radarı ilə ilk uçuşunu həyata keçirdi. İstəyirəm bu videoda bu mövzu haqqında danışam və eyni zamanda görək bu hadisənin bizim üçün nə qədər əhəmiyyəti var, bu mövzuda danışaq. Əvvəlcə isə gəlin sizlərə istəyirəm biraz AES radarı haqqında, onun əhəmiyyəti və özəllikləri haqqında danışam. Düzdür, daha əvvəl bu haqda video hazırlamışam, amma ola bilər bizi yeni izləyənlər ola bilər, AES haqqında məlumatı olmayanlar ola bilər. Ona görə də istəyirəm bu haqda biraz sizlərə məlumat verəm. Döyüş təyyarələrində iki tip radardan istifadə olunur. PESA radarı və AES radarı. PESA radarı sabit tezlikdə radiosiqnal göndərərək hədəflərini müəyyən edir. Göndərdiyi bu tezlik qeyd etdiyim kimi sabit tezliyi olduğu üçün də siqnal qarşıdıcı sistemlər tərəfindən müəyyən edilib qarışdırılması çox asandır. Bu zaman siqnal qarşıdıcı sistemlər siqnalın tezliyini müəyyən edib həmin tezlikdə bir siqnal göndərərək təyyarəni kobud dildə desək kor edirlər və bu zaman təyyarənin pilotu radarın ekranında hədəfin yerini görməyə bilər və ya bir neçə dənə saxta hədəf görə bilər. Bu cürünə hədəfini müəyyən edə bilməz. Amma AES radarının belə bir qorxusu yoxdur. AES radarında onlarla ötürücü və qəbul edici var. Və bu ötürücülər vasitəsilə müxtəlif tezlikdə radiosiqnal göndərilir, kəsik-kəsik radiosiqnallar göndərilir və bu zaman siqnalların tutulması və qarşısının alınması çox çətin olur. Bu müxtəlif tezlikdəki siqnallar nəticə olaraq bir sistemdə birləşərək pilotun radar ekranında hədəfi haqqında məlumatları ona bildirir. Bunu belə təsəvvür etmək olar. Təsəvvür edin ki, qaranlıq bir meşədə əlinizdə fənərlə gedirsiniz və fənəri bir nəfərin üzünə saldığınız zaman onun yerini görürsünüz, düzdür, amma həmin insan da sizin yerinizi bilir. Sizin hansı tərəfdə olduğunuzu bilir. Amma ki, əgər siz həmin fənəri müxtəlif pozisiyalarda yandırıb söndürərək onun üzərinə salsanız, o sizin yerinizi təxmin etməkdə çətinlik çəkəcək. Bilməyəcək, ayaq üstəsiz, oturmusunuz, ağacdasınız, divara dırmaşmısınız, onu müəyyən edə bilməyəcək. Çünki siz müxtəlif yerlərdən işığı onun üzərinə kəsik-kəsik salırsınız. AES radarı da bu tip işləyir. Dediyim kimi, kəsik-kəsik siqnallar göndərərək hədəfin yerini müəyyən edir. PESA radarı yer hədəflərini müəyyən etmək üçün yerə, hava hədəflərini müəyyən etmək üçün havaya istiqamətlənirsə, AES radarı bu mövzuda çox əlverişlidir. Belə ki, onun elektronik hissələri hərəkətsizdir və bu radar eyni anda həm hava, həm yer hədəflərini skan edib izləyə bilir və çoxlu hədəf izləmə bacarığına sahibdir. Bütün bunların əvəzində AES radarının istehsalı çox çətindir. Bunun üçün savadlı mütəxəssislərin olması vacibdir. İkinci olaraq da bu proses çox maddi vəsait tələb edən bir prosesdir. Amma bizim bu mövzuda bəxtimiz gətirib, çünki qardaş Türkiyə artıq yerli və milli olan Murad AES radarının istehsalını və təkmilləşməsini başa çatdırıb. Keçdiyimiz günlərdə də qeyd etdiyim kimi Bayraktar PUAS-ında bu radarın sınağını həyata keçirib. İlk olaraq isə bu radar Özgür layihəsi çərçivəsində təkmilləşdirilən F-16'larda istifadə edilmişdi. Murad AES radarı 2018-ci ildən etibarən Aselsan firması tərəfindən təkmilləşdirilir. 2024-cü ildə keçirilən ADEX sərgisində Aselsan ilə yanaşı 50-yə yaxın Türkiyə müdafiə şirkəti Azərbaycana gəlmişdi, Bakıya gəlmişdi və ölkəmizin Müdafiə Nazirliyi ilə bir çox sahədə əməkdaşlıq müqavilələri imzaladı. Bunların içərisində Aselsan, Raketsan və Baykar kimi nəhənglər də var idi. Aselsan şirkəti ölkəmizin həm hərbi, həm də mülki infrastrukturunu son texnologiyalar ilə təchiz edir. Buna misal olaraq Qıfab sinfi aviabombalarımızın Aselsan şirkətinin istehsalı olan güdüm kitləri ilə təchiz olunmasını göstərmək olar. Qeyd etdim ki, Aselsan şirkəti ölkəmizin həm də mülki infrastrukturunu yeniləyir. Məsəl üçün, ölkəmizin magistrallarında quraşdırılan sürətli ölçü cihazları buna misal ola bilər. Nədir bu sürətli ölçü cihazları? Məsələn, əvvəllər magistralların kənarlarında görmüşdünüz tərəzilər. Hansı ki, yük avtomobilləri ora çıxıb çəkisini ölçdürürdülər. Amma günümüzdə buna ehtiyac qalmır. Magistrallar üzərində quraşdırılan ölçü cihazları vasitəsilə keçən nəqliyyat vasitəsinin yük avtomobilinin dayanmasına belə ehtiyac qalmır. Onun altından keçdiyi zaman, aparatın altından keçdiyi zaman həmin cihaz yük avtomobilinin uzunluğunu, enini, sürətini və çəkisini ölçə bilir. İkinci Qarabağ müharibəsində öz imzasını qoyan Bayraktar PUA-larının istehsalçısı olan Baykar şirkəti də artıq ölkəmizdə ilk istehsal lisenziyasını əldə edib.
Və şirkətin rəsmilərinin verdiyi məlumata görə artıq Baykarın 200-dən çox mütəxəssisi ölkəmizdə çalışmaqdadır. Bildiyiniz kimi artıq Akıncı pilotsuz uçuş aparatları ordumuzun arsenalına daxil edilib və bu da o deməkdir ki, Murad AES radarı tezliklə bizim Akıncılarda da quraşdırıla bilər. Və AES radarına sahib olan Akıncı həm də Gökdoğan və Bozdoğan tipli raketlərdən istifadə edəcək. Bu da o deməkdir ki, o uzun məsafələrdə hədəfləri görməklə yetinməyəcək, həm də o hədəfləri vura biləcək. Türkiyə ilə davam edən əməkdaşlığımız onu göstərir ki, gələcəkdə Türkiyənin sahib olduğu silah və texnologiyaları, PUA-ları bəlkə də lisenziya ilə yerli olaraq istehsal edə bilərik. Və bu da müdafiə sənayemizin həm gücünü, həm də təcrübəsini artırır. Ölkəmizə bu yolda uğurlar arzu edirəm. Siz də çox sağ olun ki, izləyirsiniz, bəyənirsiniz və dəstək olursunuz. Bu mövzu haqqında da fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Son vaxtlar videoları biraz gec-gec yükləyirəm, amma çalışıram ki, sizləri videosuz qoymayım. Gələn videolarda görüşənədək hələlik.